Bəzi adamlar var, günah eləyir, məhərrəmli gəlir, deyir ki, imamdan ayıbdır. Bu ayda eləmir. Biraz ədəb var da. Görürsən, bir gün İmam Hüseyin əleyhissalam onun əlindən çəkdi, apardı. Çünki onu saxlayacaq bir ədəbi var. Biraz da olsalar. İsmail Himyəri şərabxor idi. Kuzəsində şərab apardı. Amma şərabxor olsa da İmam Sadiqdən biraz imama qarşı ədəbi var idi içində. İmam onun yanından düz keçib gedə də bilərdi. Amma keçmədi. Gəldi dayandı dedi, İsmail, kuzəndə nə var? Kuzəsində də şərab var idi. Deyir, süddür də. Dedi, hələ bir süddən tökmə mənimə görün. Süddür. Tök də, tök baxın. Tökdü, gördü ki, süd tökülür. İmam Sadiq əleyhissalam başını qaldırdı, dedi ki, İsmail, imamın kimdir? Dedi, imamım o kəsdir ki, şərab əlində südə çevrilir. O mənim imamımdır. Ədəb var, çəkdi, apardı.